Paytaxtda Heydər Əliyev və müasir Azərbaycan gəncliyi mövzusunda Gənclər Forumu keçirilib. Milli lider Heydər Əliyevin anadan olmasının 103-cü il dönümünə həsr edilən tədbirdə Ulu Öndərin zəngin dövlətçilik fəaliyyəti, Azərbaycanın dirçəlişində və müstəqil dövlət kimi formalaşmasında oynadığı müstəsna rolu xüsusi vurğulanıb. Forumun proqramı barədə əməkdaşımız Fidan Mədətova geniş xəbər verəcək. Salam Fidan, sözü sənə ötürürəm. Salam, hər vaxtınız xeyir olsun. Bəli, 8 may 2026-cı il tarixində Bakı Konqres Mərkəzində Heydər Əliyev və müasir Azərbaycan gəncliyi mövzusunda Gənclər Forumu təşkil edilib və milli lider Heydər Əliyevin anadan olmasının 103-cü il dönümünə həsr olunan tədbir Asan Xidmətin Regional İnkişaf İctimai Birliyinin, eyni zamanda Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə başlayıb. Tədbirin keçirilməsində, forumun keçirilməsində əsas məqsəd nədən ibarətdir? İştirakçılar kimlərdir? Bu və digər detalları elə Asan Könülləri Təşkilatının sədri Asima Quliyevadan eşidəcək. Salam Asima xanım. Detallar istəyir, işləyə buyurun. Salam, hər vaxtınız xeyir. 10 may milli lideri Heydər Əliyevin anadan olmasının 103-cü il dönümü münasibəti ilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Asan Xidmət və Regional İnkişaf İctimai Birliyinin birgə təşkilatçılığı ilə silsiləvi tədbirlər həyata keçirdi. Ümumi olaraq Ulu Öndərin Azərbaycan gəncinin göstərdiyi diqqət və etimad bugün də Azərbaycan gənclərinin formalaşmasında çox mühüm bir rol oynamaqdadır və onun gənclər bizim gələcəyimizdir fikri bugün də gənclərimiz üçün ən böyük motivasiyadır. Və biz də düşünürük ki, bu gələcəyin ən güclü şəkildə formalaşması üçün Ulu Öndərin ictimai liderlik ruhunu, dövlətçilik prinsiplərini və təbii ki də xalqına, millətinə olan o bağlılığı gənc nəslə ən yaxın şəkildə onlara bunu çatdırmaq və təqdim etməliyik. Və elə məhz bu məqsədlə biz gənclər olaraq 3 tədbir həyata keçirdik. Başlanğıcı çempionatla başlatdıq. Milli Dövlətçilik Yolu adlı instruktal çempionat keçirdik və təbii ki də ənənə olaraq ilk 3-cü yerlərin qalibləri, ilk 3 yerin qalibləri mükafatlandırıldı. Daha sonra Quba şəhərində zirvə gənclər düşərgəsi həyata keçirildi. Düşərgə çərçivəsində iştirakçılar üçün komanda oyunları, təlimlər və digər maraqlı tədbirlər təşkil olundu. Və bugün də bu silsilənin son mərhələsi, son tədbiri olan forum keçirildi. Heydər Əliyev və müasir Azərbaycan gəncliyi mövzusunda həyata keçirilən bu forum Heydər Əliyevin Azərbaycan gənclərinin bugün də inkişafında olan böyük bir rolu haqqında danışıldı və biz də inanırıq ki, bu Azərbaycanın gələcəyi daha parlaq və daha güclü olması üçün gənclərimiz savadlı və vətənə bağlı, vətənini sevən gənclər olmalıdır. Təşəkkürlər. Çox sağ olun, Asima xanım, təşəkkür edirik çatdırdığınız detallı informasiyalara görə və bəli bir daha vurğulamaq istəyir ki, məhz bugün milli lider Heydər Əliyevin anadan olmasının 103-cü il dönümü ilə əlaqədar keçirilən Heydər Əliyev və müasir Azərbaycan gəncliyi mövzusunda Gənclər Forumundan detallı şəkildə informasiyaları sizlə bölüşməyə çalışdıq. Hələ ki, bizdə son məlumatlar bu qədər idi. Söz yenidən sizə ötürürük. Minnətdarıq Fidan, ətraflı informasiyalarınız üçün. Qeyd edək ki, bizimlə canlı bağlantıda əməkdaşımız Fidan Mədətova idi.